Salam dostlar, mən Letirmenin kanalından Fazil. Bugün sizlərlə internetini necə gücləndirəcəyinizi öyrədəcəm. İlk olaraq başlat menüsü starta giririk və burada gpedit msc yazırıq. .msc və birinci gələn giririk. Buradan ilk başdan üçüncüyə giririk və network'a giririk buradan. Buradan isə GOS paket var. Baxın bu. Buna giririk və buradan en başdan 6-cıya giririk və limit rezerv üstü bu. Buraya ilk gələnlərdə bu not configured olacaq və bunu enabled eləyirik və burada 20, 40 və 60 yaza bilər. Bunu 0 eləyirik. 20, 60, 40 yazması isə sizin internetinizin 20, 60 və yaxud 20, 40 və yaxud da 60% əngəllənməsidir. Bunu 0 eləyirik. Əgər internetiniz 20% isə internetiniz biraz az güclənəcək, 40% isə güclənəcək, 30-60% isə lap güclənəcək və buna apply eləyirik və buradan çıxırıq. İkinci bir yolu isə DNS dəyişdirməkdir. Bunun üçün Zenmate var. Belə yazılır. Zenmate. Linkimi verərəm mən. Belə yazılır. Girdik. Baxın burada Chrome eklə deyirik və buradan DNS alırıq. Çox gözəl bir proqramdır. Mən istifadə etmişəm və yararı da var. Dostlar, videomuz bura qədərdir. Kanala abunə olmağı və videoları izləyib like atmağı unutmayın. Görüşmək ümidi ilə. Sağ olun.